Hazırda süni intellektdən ən çox qorxmuş qrup kimi developerlar görürəm. Niyəsə developerlar tez-tez süni intellektlə bağlı sarkastik videolar çəkir. Süni intellekt bizi əvəz eləyəcəkmiş, süni intellekt bizim işimizi mi əlimizdən alacaq. Bu statuslardan birini də 2 gün əvvəl LinkedIn-də gördüm və sizin üçün yaddaşda saxladım ki, belə bir video çəkim. Mən də o qrupdayam ki, süni intellektin developerların işini tamamilə əvəz eləyəcəyini, texnologiya adamlarının işini tamamilə əvəz eləyəcəyini düşünmürəm. Lakin bu da bir həqiqətdir ki, süni intellekt hazırda bir çox sənayeni köklü şəkildə dəyişir. Və bu sənayelərdən biri də IT sənayesidir. Bu məsələyə sarkastik yanaşmaq yerinə mənim üçün doğru baxış o olar ki, biz necə süni intellekti daha faydalı, daha məhsuldar formada istifadə edə bilərik. Yəni hal-hazırda süni intellektdən təsirlənən bütün qruplar bir növ öz işlərində necə süni intellekti tətbiq edə bilərlər, süni intellektdən daha məhsuldar ola bilərlər, necə yeni məhsullar ortaya çıxarda bilərlər, yeni xidmətlər ortaya çıxarda bilərlər, bunları düşünməli və öz işini süni intellektə adaptasiya etməlidir. Bu prosesi qorxulu və gülməli yox, fürsətçil görmək lazımdır. Yəni burada böyük bir fürsət var. Bu fürsətdən mən nə əldə edə bilərəm? Bu barədə düşünmək lazımdır. Stasla bağlı onu da deyə bilərəm ki, mən bir neçə şirkətdə büdcənin idarə edilməsi ilə bağlı qərarları qəbul eləməkdə rol alıram və onu deyə bilərəm ki, bir developer gəlsə və bizim ehtiyacımız olan məhsulları süni intellekt vasitəsilə hazır olduğunu desə, bu məhsulların keyfiyyəti də bizi qane eləsə, onun süni intellektlə hazırlanmasına, yoxsa böyük bir əmək sərf edilib hazırlanması barədə çox fikirləşmərəm. Əsas fikirləşəcəyim şey bizim xərclərin azalmasıdır və buna görə də həm süni intellekti yaradanlara, həm də o yoldaşa öz məmnuniyyətlərimi ifadə edərəm. Düşünürəm ki, bir çox biznes adamı da belə düşünür və süni intellektlə sayt hazırlamaqda heç də gülməli bir şey yoxdur. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək.